Təsəvvür edin ki, illərlə qırmızı dodaq boyasının yerinə yaşıl rəngdən istifadə etmisiniz və birdən filmlər rəngli çəkilməyə başlayır. Rəngli kinonun gəlişi ilə də bütün qrim ustalarının qaydaları dəyişir. Bununla da müasir kino qriminin əsası qoyulur. Uzun illər filmlər ağ-qara çəkilirdi. Bu səbəbdən qrim ustaları üzün ekranda aydın görünməsi üçün müxtəlif rənglərdən istifadə edirdilər. Tamaşaçılar rəngləri görmədiyi üçün əsas məqsəd kontrast yaratmaq idi. Lakin 1930-cu ildə rəngli kino texnologiyası inkişaf etməyə başlayanda vəziyyət dəyişdi. Artıq tamaşaçılar aktyorların gözlərinin, dərisinin, dodaqlarının həqiqi rəngini görə bilirdilər. Əvvəllər istifadə olunan ağır, süni qrimlər artıq ekranda çox kobud görünürdü. Buna görə qrim ustaları yeni üsullar tapmağa məcbur oldular. Dərinin rəngi daha təbii göstərilməyə başladı. Parlaq və qalın qrim qatları azaldıldı. Aktyorların üz cizgilərini göstərmək üçün daha incə konturlamadan istifadə olundu. Qrim məhsullarının rəngləri xüsusi olaraq rəngli kameralar üçün qurulmağa başladı. 1939-cu ildə çəkilən The Wizard of Oz və Gone with the Wind filmləri rəngli kinonun məşhur nümunələrindən sayılır. Tamaşaçılar ilk dəfə aktyorları ekranda rəngli şəkildə izləməyin təsirini hiss edirdilər. Rəngli kinonun yaranması ilə qrim üzü görünən etmək vasitəsi olmaqdan çıxdı. O obrazın xarakterini, yaşını, sağlamlığını, emosiyalarını göstərən peşəkar sənət növünə çevrildi.